Tanışlıq xarakteri daşıyır. Mən Dr. Vagif Abdullayev, həkim dermatovenerolog, dermatoloji xəstəliklərin müalicəsi ilə məşğul oluram və eyni zamanda saç həkimi ilə məşğul oluram. Saç həkimi ilə 2012-ci ildən bəri başlamışıq məşğul olmağa və uzun, böyük bir təcrübəmiz var. Uzun illər davam edən təcrübəmiz var. Saç həkimi kimlərə yararlıdır, kimlər müraciət edə bilər saç həkiminə? Bu əksər hallarda 25-60 yaş arası olan kişi cinsinə aid olan androgenetik alopesiyada əziyyət çəkən pasientlər müraciət edə bilir. Androgenetik alopesiya nədir? Burada əksər hallarda alın və təpə nahiyədə olan saç tökülməsidir. Burada androgen cinsi hormonların təsirindən və genetik faktor, irsi, ata, əmi, dayı, baba bunlar keçəldirsə, o deməkdir ki, genetikada bu keçərliyi var və böyük ehtimalla uşaqlar da keçəl olacaq. Bu formada donor bölgəsində gicgah və ənsəl nahiyədən saçlar götürülür. Həmin bu pasientlərə keçəl olan nahiyəyə həmin saçlar nəql olunur. Buna deyilir autotransplantasiya. Öz saçların özünə saçlar əkilir. Növbəti videoda digər dermatoloji xəstəliklər haqqında və problemlərin çözülməsi haqqında bir qısa videolar, məlumatlar verəcək sizə.